Prezident İlham Əliyevin göstərişindən sonra ölkədə dərman vasitələrinin qiymətinin ucuzlaşması prosesi davam edir. Artıq bugündən apteklərdəki daha 1122 dərman vasitəsi daha ucuz qiymətlərlə satışdadır. Amma dərmanların qiymətində ucuzlaşmanın olması apteklərdə dərman çatışmazlığına səbəb olub. Mövzunu Ayşəm Rüstəmova davam etdirir. Bugündən etibarən apteklərdə 1000-dən çox dərman yeni qiymətlə satılacaq. Tarif Şurası tərəfindən qiyməti tənzimlənən 3540 dərman vasitəsinin 1122-si artıq daha ucuz qiymətlə apteklərdə öz yerini alıb. Bununla da ümumilikdə 2282 dərman əvvəlkindən qat-qat ucuz qiymətlərlə satışdadır. Yerdə qalan 1258 preparat isə dekabr ayının 21-dən satışda olacaq. Ümumiyyətlə bu vaxta kimi Tarif Şurası tərəfindən tənzimlənən dərman vasitələrinin 46%-nin qiyməti 2 dəfədən çox, 24%-nin qiyməti isə 3 dəfədən çox endirilmişdir. Qiymətləri tənzimlənən dərman vasitələrinin 95%-nin qiyməti əhəmiyyətli dərəcədə aşağı salınmışdır. Qiyməti tənzimlənən dərman vasitələri əsasən həyati vacib kateqoriyaya aiddir. Onların arasında təzyiq, ürək, sinir sistemi və beyinlə əlaqədar olan olduqca bahalı dərmanlar var. 31-32 manatlıq dərmanlar düşüb 16 manata. 6-7 manata satdığımız ağrı kəsici indi 90 qəpiyə 1 manata düşüb. Belə irəli müştərilər çox razıdırlar. Maraqlısı odur ki, Tarif Şurasının qiymətləri tənzimləməsindən sonra artıq bir neçə müddətdir ki, bəzi dərman vasitələri apteklərdə tapılmır. Çəkiliş apardığımız apteklərdə də bir neçə vitrinin boş olduğunun şahidi olduq. Bəziləri yoxdur, düz axtarırlar. Onu yəqin həkimlə məsləhət edirlər, həkimlə nə dəyişdi, onu da gəlirlər, veririk. Nəylə bağlıdır bəs bu olmamağı? Vallahi onu mən deyənmərəm də, onu bilmirəm də. Ancaq eləsi var ki, elələr var ki, məni yoxdur, tapılmır. Tapılmayan dərmanların əvəzinə alıcıya həkimlə məsləhətləşdikdən sonra onun əvəz edicisi olan preparat və ya eyni adlı dərmanın başqa ölkədə istehsal olunmuş variantı təqdim olunur. Lakin bəzi alıcılar bununla razılaşmır, tərəddüd edir. Səhiyyə Nazirliyindən isə bildirirlər ki, apteklərdə satışda olan bütün dərmanlar onlar tərəfindən yoxlanılır. Keyfiyyəti standartlara cavab verməyən dərmanın satışına icazə verilmir. Bundan başqa qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər. Buna görə də dekabrın 21-dən etibarən, yəni qiyməti tənzimlənən bütün dərmanlar satışa çıxarılandan sonra bu problem ümumilikdə həllini tapacaq.